Salam cəmaət. Gəlin sizə cəmi 2 video ilə İlham Əliyevin nə qədər fuflo, boşboğaz olduğunu sübut edim. İlham Əliyev arada çalışır ki, özünü bomba oğlan kimi göstərsin. Güya ki bu panyatka bilir, amma alınmır cənab prezident, əmələ gəlmir. Gəlin birinci videoya baxaq. Bax burada cənab Əliyev icra başçısına irad bildirir. Deyir ki, sən yaşca balacasan, dur get arxada otur. Yaxınlaşın, əyləşin. Sən yaşlı kiçiksən, sən orada otur. İlham Əliyev burada özünü yaşlılara hörmət edən, böyük-kiçik məsələlərinə diqqət edən bir prezident kimi göstərməyə çalışır. Güya ki bu köhnə kişilərdəndir. Mərfət qanacaqdan başı çıxan adamdır. Amma boş söhbətdir. Bu oksigen oğrusu səhnə düzəldib, kameraya oynayır, artistlik edir. Reallıq isə budur. İkinci videoda gördüyünüz kimi İlham Əliyev müşavirə keçirir və balaca gədəsi oğlu Heydər Əliyevi yuxarı başda otuzdurub. Amma Heydərdən yaşda, ağılda, vəzifədə böyük olan məmurlar isə nəyə görəsə Heydərdən arxada oturur. Ay İlham Əliyev, bəs axı sən panyatka bilən kişilərdən idin. Niyə o xəstə oğluna həmin müşavirədə demədin ki, ay bala, dur cəhənnəm ol, arxada otur. Sən yaşca balacasan, niyə demədin? Sən əgər öz oğluna böyük-kiçik yerini başa salmırsansa, amma başqalarına şou göstərirsənsə, deməli sən fuflosan, özdə balaca küçüğün yaşı bir qırağa, vəzifəsi də yox idi axı. Yuxarı başda oturmağı bir qırağa, bu gədə ümumiyyətlə müşavirədə nə atdırırdı? Gəlin daha bir videonu sizə təqdim edim. Deməli, İlham Əliyev gənclərlə görüşə gəlib və İlham Əliyevin oturmağı üçün kreslo qoyublar. O da həmişə kimi yenə özünü artistliyə vurub, kameraya şou verir. Əliyev özünü sadə prezident kimi, güya təvəzzökar, kresloda gözü olmayan kimi təqdim etməyə çalışır. Mənə hansısa belə xüsusi bir kreslo qoymusunuz, adi stuldan yoxdur. Gerek, götür. Elə şeylərə yol vermə olmaz. Qətiyyən. Böyle bir taxt. Bak böyle. Əyləş. Eşitdiniz də, Əliyev deyir ki, mənə xüsusi kreslo qoymusunuz. Adi stul yoxdur mu orada? Ay utanmaz, ayarsız İlham Əliyev. Sən artıq 23 ildir ki, oturduğun kreslonu zor gücünə zəbt eləmisən. Üssüzlüyünə salıb bir kresloda arvadına icad eləmisən. Onu da vəzifəyə gətirib böyründə otuzdurmusan. Sən də, sənin məmurların da, nazirlərin də, deputatların da illərdir ki, kreslodan bərk-bərk yapışmısınız. Ancaq şou lazım olanda sadəlik yadına düşür. Ay İlham Əliyev, sən hər dəfə şəhərə çıxanda dalınca 50 maşın kortej gedir. Yollar bağlanır. Qocaları, cavanları zorla məhəlləyə salıb gözlədirlər ki, nədir, yoldan keçəndə səni görə bilməsinlər. Budur sadə prezident hərəkəti. Ay İlham Əliyev, sən özünü gic yerinə qoyubsan, yoxsa bu xalqı, ha? Amma öz aramızdır. Sən fuflo prezident olsan da peşəkar, aktyorsan, roldan rola elə girirsən ki, adam məhtəl qalır. Özün də yaxşı bilirsən ki, həyasız yalanlar danışırsan. Biz də bilirik ki, sən yalan danışırsan. Sən də bilirsən ki, biz bilirik. Amma yenə də davam edirsən. Eybi yoxdur. Sən əgər aktyorluq edirsənsə, biz də sənə kinolar çəkəndə incimə ha.